3 otda, 3 otaq şəxsi tikili evimizin təqdimata gəlmişik. Yerləşmə yeri Binə qəsəbəsi 190 yolunda. Bax, bura bax, gör, nə boyda həyəti bacası var. Bunun həyətini ilə bir dənə də 2 otaq tikərsən, adlerini çıxışında qoyarsan yola. Qapı da geniş məhəlləyə açılır. Bir balaca həyət dolmalıdır, dostlar. Bax, bu bir daş dolmalıdır. Bu həyət onu istəyir. Amma yeri görürsünüz, daşdır, qayadır. Buralar qayalıqdır. Burada, yəni, nəmişlikdən söhbət, yəni qəti şəkildə gedə bilməz. Əvvəl karyer yeri olub da buralar. Amma indi ətraf hamısı yaşayış massividir. Evimizin qazı da var, işığı da var, adrenli suyu, quyu suyudur. Burası sanitar qovşaqdır. Təmiri biraz yüngüldür. Bir də onu qeyd edim ki, ev təkdaş evdir. Amma 3 otaq geniş evdir də. Burası bir dənə təkdaş eləyiblər. Bax, girirsən bura qonaq otaqdır. Bura mətbəx kimi nəzərdə tutulubdur, gördüyünüz kimi. Burası da otaq kimi təmir ediblər. Hələlik qalır burada qaqaş. Bu bir otaq. Otaqlar zaten çox genişdir. Həqiqətən qəşəng otaq ölçüləri genişdir. Bu da ikinci otaq. Evimizin elektrik sistemi zaten hamısı da çəkilib. Qazlı işığı var. Yenə qeyd edirəm, artezan suyuna qədər hər bir şey var. Baxın, həyətinə. Gördüyünüz kimi genişli həyətin ərazisi var. 190 yolunda. Qiymət 36 min. Jackpot deyə həqiqətən.